Deyirlər, Həzrəti Peyğəmbər ömrünün sonlarında Əli əleyhissalama buyurdu ki, get cəmaata səslən və de, Allahın lənəti olsun hər kəsə ki, ağ valideyndir, valideyninə ağ olur. Deyir, Allahın lənəti olsun, bu sözləri deyirdi, o şəxsə ki, o bəndiyə ki, o qula ki, mövlasından qaçır. Bir də bunu deyən, Allahın lənəti olsun o şəxsə ki, öz işçisinin haqqını vermir. Həzrət Əleyhisselam getdi, cəmaata səsləndi və dedi, qayıtdı. Deyir, bəzi insanlar, sahabələr bunu sadə bir söz kimi qələmə verdilər. Dedilər, bu sözlərdən eşitmişik də, bu təzə sözdür ki, bizim üçün. Həzrət Peyğəmbər bunu başa düşdü. Yenidən, dedi, deyəsən, mesajı başa düşmədilər. Nə demək istəyirəm? Ged yenidən bunlara səslən denən. Denən məqsədim nə idi? Məqsədim bu ki, dedim, Allah lənət eləsin o şəxsə ki, ağ valideyndir. Öz məsum rəhbərinə qarşı biri ağ valideyn olar. Mən və Əli, bu ümmətin ataları yox. Düz. Bu məsum rəhbərə qarşı ağ valideynlik olmaz. Allahın lənəti olar. Bu ki, dedim, Allahın lənəti olsun mövlasına itaat eləməyənə. Mən və sən bu ümmətin mövlası yox, bu cəmaatın mövlasıyıq. Onlar ki, bizdən qaçırlar, Allahın qəzəbinə düçar olurlar. Və mənlə sən bu ümməti hidayət eləmək üçün Allah tərəfindən göndərilmişik, əcir olmuşuq, göndərilmişik. Bəs bizim haqqımızı gərək əda eləyərlər. Eləməsələr Allahın lənəti olsun deyir.